Yenə gözəl, hazır, tam əşyalı bir mənzillə sizin qarşınızdayam. Yerləşməsi də yaxşıdır. Demək olar şəhərin mərkəzində 28 may Gənclik metro alana yaxın Dədə Qorqud Parkının yanı, Hərbi Prokuraturanın yanında yeni tikili binada yeni təmirli, hazır əşyalı 3 otaqlı mənzili sizə təqdim edirəm. Siz isə videonun sonuna qədər izləyin. Mənzil haqqında da fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Dediyim kimi, yeni təmirdən çıxıb, təmirdən də sonra bir gün belə yaşayış olmayıb. Hər şey var bu mənzildə, yəni əlavə nəsə almağa ehtiyac yoxdur. Alan gündən köçüb yaşaya bilərsiniz. Vaxt itirmədən başlayıram mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sağ tərəfdə bir dresuarımız var, açarlıq, güzgümüz yerləşdirilib, əyləşmək üçün, paltar asmaq üçün yerlər nəzərə alınıb. Sol tərəfdə isə dizayna uyğun tablolarımız yerləşdirilib. İşıqlandırmada spotlar, gizli işıq, əlavə olaraq bura işıqlardan istifadə olunub. Döşəmə qranitli, isti döşəmədir. Otaqların yerləşməsini deyim, bura mənzilin mətbəxidir. Burada yerləşir əsas yataq otağı, qonaq otağı, ikinci yataq otağı, çamaşırxana, bura isə sanitar qovşaq. Girişin bu hissəsində dolabımız yığılıb, divarçı, bunu da göstərək. Dərinlikdə çox yaxşıdır. Paltar, ayaqqabı, istənilən əşyanızı tam rahatlıqla yerləşdirə bilərsiniz. Divarlarda dekorativ boyadan istifadə olunub, yəni adi musiya və yaxud divar kağızı deyil. Keçirik otaqlara. Buranı artıq gördünüz, yəqin ki, qonaq otağımızdır. Ölçüsü yaxşıdır, yəni dar uzun otaq deyil, eni uzunu yaxşıdır. Yəni, təxmini 30-32 kvadrat olar. Döşəməsi parketdir. Bu hissədə 6 nəfərlik masamız yerləşdirilib, pərdələr asılıb, kondisioner qoyulub. Bu hissədə, qonaq otağın bu hissəsində divarçı belə bir şkaf yığılıb, aksesuarlar üçün onlar da yerləşdirilib, hazırdır. Burada deməli, travertindən, qara kantlardan, bura işıqlar, mebel daraqlardan istifadə olunub, dekor güzgülər də, divan, kreslolar, mərkəzdə jurnalini, TV stendimiz burada yığılıb, sol və aşağı hissəsi şkafdır, bura aksesuarınızı, istənilən əşyanızı yerləşdirə bilərsiniz. Böyük ekran televizorumuz da yerləşdirilib, hazırdır. Tavan hissəni ümumi olaraq göstərək, mərkəzdə böyük lüstrumuz, spotlar, gizli işıqlar hamısı qaydasındadır. Qonaq otağından bu qədər keçirik. Vaxt itirmədən mənzilin mətbəxinə, bayaq qeyd etmişdim, girişdən sağda yerləşir. Geniş ölçüsü var, dediyim kimi, yəqin ki, videodan da hiss edirsiniz, eni uzunu, demək olar kvadrat şəklindədir. Girişdə olan isti döşəmə burada da davam etdirilib. Yeni mətbəx mebelimiz yığılıb, 3 hissədən ibarətdir, yuxarı hissələrdə eyni ilə şkafdır, üstü və sinəliyi mərmərdir. İçərisini də göstərin, dərinlik barədə, yəni təsəvvürünüz yaransın. Burada deməli 2 qapı soyuducumuz, soba və burada qaz peçi, aspirator, qabiyan hamısı yerləşdirilib, hazırdır. Bu hissədə masamız, yenə gözəl tablolar, kondisioner və buradan da mənzilin eyvanına çıxış var, geniş eyvanı var. Ümumi olaraq göstərək. İstilik sistemi kombidir, aparat da quraşdırılıb, hazır vəziyyətdədir. Keçək, mən sizə göstərim nəyi? Buradan sanitar qovşağımızı girişdən gəldikdə solda yerləşir. İçərisi də kifayət qədər genişdir. Mən sol tərəfdə bir böyük duş kabinimiz yığılıb, içərisində yenə əşyaları qoymaq üçün yerlər nəzərə alınıb, divarçı aksesuarlardan istifadə olunub, gözəl mühidadırımız, divarçı ünitər, nişalar yığılıb və burada təbii ki, isti döşəmə ilə təchiz olunub. Keçək, mən sizə buradan göstərim mənzilin çamaşırxanası, yəni paltar yan üçün yer burada ayrıca nəzərə alınıb, digər evlərdə kimi mətbəx mebelinin altında deyil, ayrıca yer ayrılıb, şkaflar da yığılıb, hamısı hazırdır. Buradan daxil oluruq mənzilin əsas yataq otağına. Bayaq göstərdiyim mətbəxdən eyvana çıxış var, eyni zamanda bu yataq otağından da var. Həmin eyvana çıxış, bütün otaqlarda kondisioner var, yataq dəstimiz tam olaraq hazırdır, taxtımız arxası belə qubqa ilə bəzədilib, yenə dekor güzgülər və bu hissədə make-upımız var, güzgü yerləşdirilib, aşağı hissələri şkafdır, bu hissədə də yenə və yataq otağının bu tərəfində yerləşdirilib, divarçı dolabımız yığılıb, yəni dərinlikdə yaxşıdır. Tavan hissəsində göstərək ümumi olaraq. Və keçək mən ikinci yataq otağını da göstərim, sonra qiymət, kvadrat, digər məlumatları nəzərdə çatdırım. Burada deməli
ikinci yataq otağımız. Mənzil nəzərə çatdırdım ki, 2 otaqdan 3 otağa düzəlmədir, amma ölçüsü kifayət qədər genişdir. Bu yataq otağında genişliyi yəqin ki, videodan da hiss edirsiniz. 2 taxtımız yerləşdirilib. Arxası hissəsi yenə dekorlarla bəzədilib. Burada deməli yazı masası, şkaf və burada da yenə dolabımız yığılıb. Divar içi. Bayaq qeyd etmişdim, otaqlarda döşənmə parketdir. Belə, mən mənzildə demək olar, nə var, nə yox, hər şeyi nəzərdə çatdırdım. Keçirik məlumatlara. Yerləşir Ceyhun Hacıbəyli, Mirəli Qaşqay küçələrinin kəsişməsində, dediyim kimi Dədə Qorqud parkına yaxın, 28 km metrosunun ikinci çıxışına, Gənclik metrona yaxın, mərkəz hissədə yenilikli bina, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, 2 otaqdan 3 otağa düzəlmə, 98 kvadrat ölçüsü var bu mənzilin. Yerləşir 11-ci mərtəbədə. Gördüyünüz şəkildə çatılır bütün mebel texnika hamısı qiymətə daxildir və mənzilin start olaraq qiyməti 395 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.